üçün öz gözümüzə uyğun reallığı bizə göstərə bilən eynəklər taxmalıyıq. Yox ki, bizi, həqiqəti bizim gözümüzdə ya şişirdən, ya dəyişən, ya nədir, uzaqlaşdıran, bizi haqqa aparmaq əvəzinə batilə aparan eynəklərdən istifadə eləməliyik. Bunu məcazi mənada deyil. Kərbalada İmam Hüseyin əleyhissalatu vesselamın apardığı ən önəmli islahatlardan biri istədi ki, orada olanları Allaha tərəf qaytarsın. Allahı onların yadına salsın və Allah subhanahu və teala hər bir fərdin həyatının əsasıdır. Bu məsələni orada olan insanlara fərd izah eləsin. Əzizlər, bizim ilk öncə ən önəmli bilməyimiz lazım olan məsələ və hər birimizi maraqlandıran ən önəmli məsələlərdən biri budur. Bunu hər birimiz özümüzə bir sual verməliyik. Görəsən, bu varlıq aləmində Allahdan başqa müstəqil Allahın izni olmadan təsir qoymaq, dəyişmək, nəyisə etmək gücünə, qüvvətinə sahib olan bir varlıq var. Bu sual hər birimiz üçün önəmli olmalıdır. Allahın izni olmadan hər hansı bir Allahdan başqa bir qüvvə, bir güc, bir fərd, bir şəxs hər hansı bir şeyi dəyişə bilər. Hər hansı bir şeydə təsir qoya bilər. Biz ilk öncə Allahımızı tanımaqda və tövhiddə, Allaha imanda, islahat aparanda bu sualı özümüzə verməliyik. Bu suala cavab verərkən reallıqda bizim bu Allahdan başqaları ilə davranışımızı nəzərdən keçirməliyik. Bu günləri bizim cəmiyyətimizdə hələ indinin özündə də elm inkişaf edib, haralara çatıb, imanlı, əqidəli insanların özləri də bəzilərindən uzaq, bəziləri hələ də nədir? Allaha imanda tam nədir? Yetişməyiblər. Bugünün özündə də bizim çoxumuzun hələ də ümidimiz xüsusən də gənclərdə və xüsusən də qadınlarda bürclərədir. İndi də bürclərə inanan insanlardır. Gecə gündüz saat və saat gözləyirlər, bu həftə mənim bürcüm mənə şans gətirər, yer gətirməz. Və bəzi insanlar mübaliğə edib bu həddə çatırlar ki, bürclərinin klon formada, medalyon formada öz boyunlarından neylində asılır. Gör ona uğur gətirəcək, ona nə bilmə gətirəcək. Bu günlər bizim bəzi gənclərimiz hələ də bugün yaxşı gündür, nəs gündür, bugün filan gündür. Evdən çıxdım, qara pişik çıxdı mənim qabağıma, nə bilim it çıxdı mənim qabağıma, filan kəs çıxdı mənim qabağıma, işin gücün atıb qayıdır. Biz bu şeyləri icra edən bir cəmiyyət kimi bir sual verməliyik özümüzə ki, bu kainatda, bu varlıq aləmində görəsən Allahın izni olmadan, Allahın razılığı olmadan kimsə nəyəsə, kiməsə təsir qoyma gücünə sahibdir. Əgər desə ki, hə, bəli, sahibdir, biz onda Allaha şərik qoşmuş oluruz. Biz Allaha iman, Rəbbimizi tanımaqda öz imanımızda islahat aparmalıyıq ki, bu əqidədə olmalıyıq ki, aləmləri yaradan Allahın izni olmadan bir yarpaq belə yerindən tərpənə bilməz. Bu etiqadda olmalıyıq. Bürc belə gəldi, qara bir şey belə getdi, bugün nəs gündür belə getdi. Bunlar hamısı nədir? Bizim cəmiyyətimizin Allaha imanının zəifliyinin təzahürüdür və nəticəsidir. Ona görə də əzizlər, biz birinci bu sualı verməliyik özümüzə.
Gəlin biz özümüzə sual verək. Aləmləri yaradan Allahı biz tanıyırıq. O hansı xüsusiyyətlərə malikdir? Kimdir o Allah? Biz bəşər Allahın vəsf eləyə bilərik, onun həqiqətini, zatını dərk eləyə bilərik. Xeyr. Biz qaydırıq Qur'an-ı Kərimə. Qur'an-ı Kərim özü, Allah öz kəlmələrində özünü vəsf edir. Mən indi ayələr oxuyuram. Gəlin bu müqəddimə kimi oxuyuram bunu. Çünki Allah deyir, mən kiməm? Siz məni nə cür təsəvvür edirsiniz? Allah özünü necə vəsf edir ayədə? Baxın, sizin üçün Həşr surəsinin 22, 23 və 24-cü ayələrini oxuyuram, buna diqqət edin. Allah deyir, Huvallahu'l-lezî la ilahe illahu alimul gaybi ve'ş-şehâdeh huve'r-rahmanur-rahîm. Huvallahu'l-lezî la ilahe illa huvel-melikul kuddusus-selamul mu'minul muheyminul azizul cebbarul mutekebbiru subhanallahi amma yüşrikûn. Huvallahul halikul bari'ul musavviru lehul esma'ul husna yusebbihu lehu ma fis-semavati vel ard ve huvel azizul hakim. Allah bu ayədə 3 ayədə və Həşr surəsinin 22, 23, 24-cü ayələrində özünü vəsf edir. Görək ayənin mənasındadır. Diqqət edin. Allah öz sifətlərini verirdi. Mən kiməm? Allah kimdir? Deyir, o özündən başqa heç bir tanrı olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O rəhimlidir, mərhəmətlidir, rəhmandır, rəhimdir. Dünyanın hamısına rəhm edir, ahirətdə isə rəhimlik sifəti ancaq möminlərə məxsusdur. O özündən başqa heç bir tanrı, məbud olmayan, bütün məxluqatın ixtiyar sahibi, müqəddəs, pak olan, bəndələrinə salamatlıq, əminamanlıq bəxş edən, hər şeydən göz qulaq olub, onu qoruyan, yenilməz qüdrət, qüvvət sahibi, hamını istədiyi hər hansı bir şeyə məcbur etməyə qadir olan, hər şeydən böyük, hər şeyin fövqündə olan Allah'tır. Allah müşriklərin ona qoşduqlarından, yəni şəriklərindən daha uzadır. Allah nə istəyir, onu edir. Sonuncu ayədə nədir? O hər şeyi yaradan, yoxdan var edəndir. Hər şeyə surət verən Allah'tır. Ən gözəl adlar, Əsma-i Hüsna ancaq ona məxsusdur. Göylərdə və yerdən nə varsa hamısı onu təsbih edir, təqdis edir, onu müqəddəs bilir. Onun şəninə təriflər deyir. O yenilməz qüvvət sahibi, hikmət sahibidir. Allah özünü bu 3 ayədə belə vəsf edir. Görəsən, biz insanlar bu vəsflərlə, bu xüsusiyyətlərlə Rəbbimizi tanıyırıq. Yaxud yox, elə biz Allaha imandan başqa, Allahdan qorxub, Allahın rəhmətinə pənah aparmaqdan nədir? İkinci dərəcəli şeylərin lazım edirik. Ona görə əziz qardaşlar, biz öz gələcəyimizi, xüsusən bizim gənclərimiz, cavanlarımız, gələcəyimizi təmin etmək üçün bizə lazım olan ən önəmli ilk addım, biz bilək ki, Allah kimdir? Allah hansı qüdrət sahibidir? Öz Rəbbimizi tanımalıyıq. Vallahi bu söz mübaliğə üçün demirəm, bu bir həqiqətdir ki, bizim çoxumuz hələ də Allahımızı tanımamışıq. Çünki ona ümidimizdən çox ümidimiz məxluqadır, ikinci dərəcəli şeylərədir. Onlardan çox yapışırıq. Mən bir sözü sizə deyirəm, Firon boğulan vaxtı kimə yalvarırdı? Musa'ya yalvarırdı. Düzdür. Musa ona bir çare elədi. Yox, boğuldu getdi. Amma Allah Musa'ya nə dedi? Dedi, o səni 10 dəfə çağırdı, məsələn deyirəm, o rəqəmi özüm deyirəm. Nə qədər çağırdı, ona nə deyir? Bir köməkli eləmədim. Amma əgər mənə bir dəfə çağırsaydı, mən onu oradan tutarım, bir dəfə. Bax, bu bizim üçün örnəkdir ki, biz o qapılar ki, gedirik, döyürük ya. O ikinci dərəcəli şeylərin dalınca gedirik, onlara etiqad ki, bəsləyirik. Biz onları tərk edib,
yenilmez qüvvət, qüdrətə, bu vəsfə, bu sifətlərə, bu xüsusiyyətlərə, bu əsma-ül hüsnaya sahib olan Allahın qapısını bir dəfə döysək ixlasla biz xariqələr yaradırıq. Bizim problemimiz budur ki, bizim Allaha imanımız zəifdir. Hələ də biz doğru düzgün nədir? Allahı dərk edə bilməmişik. Allah bizim həyatımızın əsasıdır, mərkəzindədir. O dirəkdir. Onu hələ də biz doğru düzgün dərk edə bilməmişik. Ona görə ilk addım budur ki, baxın bu Kərbəla məktəbi İmam Hüseynin simasında bizə Allah kimdir? Allahla insan necə davranmalıdır? Və bizim etiqadımız bu olmalıdır ki, Allah Subhanahu ve Teala bizimlədir, bizə diqqət yetirir. O bizi heç vaxt tərk eləməyib və tərk eləməyəcəkdir. Bizim ilk addımımız Allah'a karşı bu olmalıdır ki, bak bizim etiqadımız bu olmalıdır ki, Allah Subhanahu ve Teala bizi cəzalandırmaq üçün xəlq eləmir. Bak bu günləri en önemli məsələlərdən biri budur da. Bu günləri insanlar, bəşər bu suala müxtəlif cür cavab verir. Allah'ın ilk öncə bu bəşəri yaratmaqda onlara rəhm eləməkdir, məqsədi və yaxud cəzalandırmaqdır. Bizim Müslümanlarda, biz İslam, Kur'an'ın məntiqi budur ki, rəhmətuhu səbəqət qəbəbə. Allah'ın rəhməti onun qəzəbindən nədir? Öncədir. Ama Yahudilerde nədir? Əsas nədir? Allah'ın qəzəbi öndədir. Ona göre onlar ilk önce Allah'ın qəzəbindən, şiddetinden, Allah belə eləyəcək, ondan da. Ama bizim İslam dini, bizim İslamımızın rəhbəri, aləmlərə rəhmət gələn Peyğəmbər ise bize öyrədir ki, yox, qəzəb ikinci plandadır. Allah'ın cənnətidir ki, onun enişi yoxuşu yoxdur. O qədər genişdir ki, biz onu təsəvvür edə bilirik. Amma cəhənnəm isə məhdud bir yerdir. Kiçik bir yerdir. Ona göre de İslam Peyğəmbəri, Əhl-i Beyti bizə hətta bir-birimizlə davranışda, övladlarımızla davranışda Allah'ın rəhmətini ilk plana çəkmək lazımdır. Ona göre bəzi alimlərin tövsiyəsi belə deyir övladlarınıza, deyəndə ki, yalan danışma, Allah səni cəhənnəmdə yandırar cümləsi əvəzinə. Denən ki, yalan danışma, Allah səni cənnətdən nə eləyər? Çıxardar. Sən niyə Allah'ın qəzəbini birinci ona tanıtdırırsan? Çünki o Allah birinci rəhm eləmək istəyir. Hətta tərbiyədə də öz cümlələrimizə nədir? Diqqət eləməliyik. Biz o Allahı belə, nəuzubillah, biraz ifadə kobud çıxır, vəhşi bir varlıq, hər an əlində bir dəyənək bizim başımıza vurmağa hazır olan bir varlıq kimi təqdim eləməməliyik. Bu Yahudilərdədir ki, nədir? Baxın ona, bizim də bəzi kitablarımıza gəlib kesib. Nə bilim, Musa Peyğəmbər qəzəbləndi, Allaha belə dedi. Allah qəzəbləndi, Musaya belə dedi. Birinci, hələ bu söz özü ifadə düz deyil. Musa necə olabilir Allaha qəzəblənir? Peyğəmbər də olsa məxluqdur. Bu günləri bəzi mötəbər kitablarda Musa Peyğəmbər vurub mələyin gözünü çıxardı. Mələk gəlməsə əsəbləşdirir Musanı bir yumruq ona. Mələyin gözünü çıxardı. Biz bu cür Allahı, Peyğəmbəri, dini təqdim edən insanlar olmamalıyıq. Bax, Kərbəla bizə ilahi rəhmətin təcəllasını öyrədir. Və bizə öyrədir ki, Allah ilk öncə rəhm eləmək istəyir. Qəzəb ikinci plandadır. Əvvəl cənnətdir, cəhənnəm kiçik bir yerdir. Ümid verir. Ona göre de baxın, biz gərək Allah'ın bize verdiği nimetleri öz gözümüzün karşısına getirək. Allah'ın bize verdiği ilk nimet nədir kardeşler? Allah'ın bize verdiği ilk nimet bizi yoktan xalq edib, bizi bu simada xalq. Biz yox idik. Mesela İnsan suresinin ilk ayəsi nədir? Həl ətə aləl insani hinun minəd-dəhri ləm yekun şeyən məzkur. Bir vaxt var idi ki, bu insan adi heç yerdə çəkilmirdi. Mən yox idim, sən yox idin. Allah'ın lütfi, inayəti bizə birincisi budur ki, Allah bizi yoxdan nə elədi? Var elədi bizə. Bizi var elədi. Biz indi biz varıq, yaşayırıq. Bir insan kimi hərənin öz yaşayışı var. Bu Allah'ın bize verdiği birinci nimettir. Biz buna dikkat etmeliyiz. Bilməliyik ki, Allah'ın bize verdiği ilk nimet nedir? Allah bizi yaradı. Yoxdan yaradı, var eləyib.
Ona göre de İmam Hüseyin Aleyhisselatü Vesselam Ərəfə duasında bizim bu əqidəmizi, baxın, bizim bu əqidəmizdə islahat aparmaq istəyir. Öz sözlərinə görə nə deyir? İbtədətəni bi ni'mətikə qəblə ən əkунə şeyən məzkurə. İlahi, mən var olmazdan qabaq, mənim adım çəkilməzdən qabaq, mən İmam Hüseyin özünə deyir, mən Hüseyin olmazdan qabaq, sən ilk öncə mənə neymətimi vermişsən, məni var eləmişsən. O Allahsan ki, məni heç kim tanımırdı, heç tanımazdı da əgər sən məni var eləmişsən. Günləri bizi yaradan Allah, ilk neyməti nədir bizə? Bizi var eləyir, yaradır bizi. وَخَلَقْتَنِ مِنَ التُّرَابِ İlahi məni torpaqdan xəlq eləmişsən. ثُمَّ أَسْكَنْتَنِ الْأَصْلَابِ Torpaqdan xəlq eləyəndən sonra sən məni əcdadlarımın, babalarımın bellərində, sülblərində məskunlaşdırmışsan. Buna hana mən sənə şükür eləməliyim. İlahi, mən yox edeyim. Görürsünüz İmam Hüseyin necə Allah'a müraciət edir? Qalsın, digər neymətlər qalsın kənara. İlahi, sənin mənə ilk verdiyin neymət, mən haradaydım, kim idim? Sən məni var elədin də. Ondan sonra əzizlər, bizim bu etiqadımız olmalıdır ki, Allah Subhanahu ve Taala bizi ən gözəl biçimdə xəlq edib. Bugün hər insan nə üçün üstündür? Buna müxtəlif cavablar verir. Biri deyir ki, zəkalı. Məsələn, Darwinin nəzəriyyəsinə görə insan ona görə bu digərlərindən fərqlidir ki, çox zəkalıdır. Amma İslam deyir, yox. Allah Subhanahu ve Taala insanı əhsən təqvim, ən gözəl biçimdə xəlq edib. Ağlı cəhətdən də, cismi cəhətdən də, bütün yəni daxili və xarici gözəlliklərin tam formasını insana verib. İnsan bundan gözəl daha təsəvvür oluna bilməzdir. Əgər olsaydı, Allah onu da xəlq edir. Bizim tam bütün standartlara cavab verəcəyimiz forma budur, Allah bizi xəlq edir. Ondan əlavə bizim etiqadımız bu olmalıdır ki, bizə həqiqi ruzini verən, bəxş eləyən Allahdır. Çünki odur Rəzzaq, Zul-Quvvətin mətin. Odur güc sahibi və ruzini bizə verən. Və bizim etiqadımız Allaha qarşı bu olmalıdır ki, ruzi bizim hesablarımızla deyil. Bəli, səy olmalıdır. Biz səy eləyirik, plan çəkirik, cızırıq. Bu düzdür. Amma bu ruzini bizə verən kimdir? İstəməsə bizə uğuru qazandıran kimdir? Etiqad bu olmalıdır ki, Allahdır. Heç bizim səyimiz olmasa da belə Allah bizə ruzi verir. Həzrət Əli Aleyhisselatü Vesselam Əmirul-Müminin Aleyhisselam Loğmandan bir hədis nəql edir. Loğman öz oğluna belə deyir. Mən məzmununu sizlərlə nəql edir. Loğman günlərin birində öz oğluna belə deyir. Qulaq asın bu qissəyə. Deyir, oğlum, insan övladlarından bəziləri nankördür, bədbəxtdir, Allaha qarşı laqeyddir. Onlar elə bilirlər ki, əllərində olan ruzi onların səyinin nəticəsidir. Amma bilmirlər ki, hələ bu mərhələyə çatmazdan qabaq 3 mərhələdə Allah onlar səy eləmədən onlara ruzi verir. Loğman öz oğluna deyir. İndi biz bax, Loğman öz oğluna deyir, biz də bunu fikirləşək də, bizim ruzimizi Allah, yəni Allah bizi var eləyən dəqiqədən anamızın bətnində başlayıb bizim ruzimizi vermir. Birinci mərhələ deyir, oğlum, Loğman deyir. Deyir, uşaq ki ananın bətnində idi, o özü öz ruzisini qazanırdı. Biz ana bətnində 9 ay bizi yedizdirən, içizdirən, bizi soyuqdan, istidən, filan, hər şeydən, təhlükələrdən qoruyan varlığın adı nədir? Kimdir o varlıq? Ana bətnində sənin gücün var, gedirsən, iş görürsən, orada ruzi qazanırsan, səni yedizdirir. İlk mərhələdə budur. Sənin səyin olmadı. Sonra sən dünyaya gəlirsən, anan səni dünyaya gətirir. Dünyaya gələn kimi də ananın qəlbində sənə qarşı elə məhəbbət qoyub ki, ana gecələri səhərə kimi sənin xidmətində dayanır, hələ o qalsın kənara, ananın sinələrində sənin yeməyini, içməyini hazır qoyub.
Sən ona səy eləmirsən, qazanmışsan. Biz qazanmışıq onu. Bunlar hamısını yaddan çıxarmışıq biz. Sonra 2 yıl ana bize süt verdi. Kur'an-ı Kerim'de süt verme dövrü 2 yıldı. 2 yıl verdi. Az verdi, çok verdi. Sonra evlad məhəbbətini atanın, ananın qəlbinə salan Allah'dır ki, onlar öz canlarını fəda edirlər, övladlarının nədir? Gələcəyi üçün. Ac qalırlar, yedizdirirlər. Bu 3 mərhələdə biz heç bir səy eləmədən Allah bizim ruzumuzu verir. Bu 3 mərhələni keçəndən sonra kişi olduk biz. Deyir ki, Allah, mən qazanıram, mən eləyirəm. Və bundan qabaq bu 3 mərhələdə nə? Haradaydı? Ruzunu kim verirdi sana? Kim verirdi bizə? Loğmanov bunu da deyir, bu 3 mərhələni keçəndən sonra insan gəlir 4-cü mərhələdə nankörlaşır. Elə bilir ki, qazandıqlarını o qazanır. Sonra o qədər mal, pul yığır, heç Allah'ın vacib qoyduğu haqqı da verilir. Bugünlər o qədər insanlar var ki, mal, mülk varlarıdır, yığırlar. Nə qədər yaşayacaqsan? Nə üçün yığırsan? Allah'ın sana vacib qoyduğu xumsu zəkatı haçan verəcəksən? Öləndən sonra. Hə, qəbrə getdiyin kəfən də xums olan kəfən olacaq. Bədbəxtçilik deyil. İmamın, nədir, kasıbın haqqı olan bir kəfənlə qəbrə gedəcəksən. Bu rüsvayçılıq deyil. Böyle biz məsələyə diqqət eləməliyik. 1 milyon ömrü əbədi mi? Loğman, bax Həzrət Əli Loğman dili ilə nəql edir. Bax, bizim etiqadımız budur. Tevhiddə islahat budur. İmam Hüseyin bunu bizə demək istəyir ki, bizim etiqadımız budur ki, ruzunu verən Allah'dır. Budur ruzunu verən. Biz səy eləyirik. Bəli, plan cızmaq lazımdır, səy eləmək lazımdır, yaxşı tədbir tökmək lazımdır. Amma nihayətində biz bilməliyik ki, heç mənim bu tədbirlərim, səylərim olmazdan qabaq da mənə ruzu verən, bu mərhələyə çatdıran bir Rəbbim vardır ki, biz bunlara diqqət eləmirik, bu nemətlərə. Diqqət edəsək, valla alnımızı səcdədən götürmək. İlahi, sən bizi nə nemətlər vermirsən? Biz əgər səysiz, heç nəsiz bizi bura gətirmirsən. Biz dünyaya gələn kimi sən bizim anamızın vücudunda, bədənində bizim üçün yemək içmək hazırlamışsan. Ey Allah. Ondan sonra baxın, tevhiddə, islahatda əsas imanımızdan biri bu olmalıdır ki, bizi həqiqi şəkildə qoruyan Allah'dır. Biz nə qədər tədbir töksək də, əsas qoruyan kimdir? Allah'dır. Baxın, insanın qorumağının deyil ki, bəzən görürsən, insan nə qədər öz sağlamlığına diqqət edir, qoruyur, ehtiyatlı olur, istər sürücü, istər digər, amma bir hadisə baş verir ki, insan qəfil gedir. Qorumaqla deyil ki, adam var, səhlənkardır, amma heç bir problemi yox. Demək, insanın öz tədbiri iləndir. Sən saydığı saydır, gör fələklə sayır, bunu el məsələdir. Yəni sən nə istəyirsən elə ama əsas qərar alimləri yaradan Allah'ın əlindədir. Ona görə Qur'an-ı Kerimdə deyir ki, nədir? Sizin önünüzdən, sizin arxanızdan sizi qoruyanlar var, xətadan, bəladan sizi qoruyanlar var. Əgər o qoruyanlar sizi qorumasaydılar, müsibətli olardınız. Hər gün təhlükə ilə üz-üzə qalardınız. Ona görə də məsumlar bizə öyrədirlər ki, ilahi, sən bizi bir göz qırpımı da olsa öz başımıza nə eləmə? Budur iman. Yenə də Ərəfə duasında baxın İmam Hüseyin, bax bu Allah'a dönüş lahiyyəsi baxın İmam Hüseyin'də çox qəribədir. Gələcəyəm, daha təəccüblü sözləri var İmam Hüseyin'in. Ərəfə duasının bir yerində İmam Hüseyin görün nə deyir?